Mavi fiyatlı şartlar. Bugün qəhrəman şəhidlərimizdən olan Baş Leytenant Nəsibov Elməddin Süleymanoğlu'nun doğum günü qeyd olunur. إن هو إلا ذكر وقرآن مبين لينذر من كان حيا والقلب على الكافرين أولم يروا أنا خلقنا لهم من عملت أيدينا أنعاما فهم لهم مالكون وذللناها لهم فمنها ركبهم لهم لا يستطيعون نصرهم وهم لهم جند محضرون خلقنا من نطفة فإذا قسم مبين وضرب لنا مثلا وناسي خلقه قول أنا يحيي العظام وهي أوليس الذي خلق السماوات والأرض بقادر على أن يخلق مثل إذا أراد شيئا أن يقول له كن فيكون Bugün qəhrəman şəhidimizin 37 yaşı tamam olur. Allah onu şad eləsin, Allah doğmalarına səbir versin. Qeyd edeyim ki, Baş Leytenant qəhrəman şəhidimiz Nəsibov Elməddin Süleymanoğlu 44 günlük vətən müharibəsində də öz qəhrəmanlığını göstərmişdi. Bir çox vətən müharibələrində iştirak eləmişdi, bir çox müharibələrin iştirakçısı olmuşdu və sağlığındaykən bayraq ordeni ilə və bir çox medallarla təltif olunmuşdu. Allah ruhunu şad eləsin, Allah doğmalarına səbir versin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehadi. Allahus samadi. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Sallallahu aleyhi ve sellem. Gördüyünüz hər biri Tovuz rayon igidlərinin əmanətləridir. Allah hər birinə can sağlığı versin. Hər biri bizim başımızın tacıdır. Hər biri eyni dərdli insanlardır. Hər biri igid verib, bala verib bu vətən üçün. Allah can sağlığı versin hər birinə. Allah uzun ömür versin. Allah'tan hər birinə bol-bol səbir diləyirəm. Bizlər də hər zaman Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq şəhidimizin ziyarətindəyik. Biz hər zaman Şəhid Ailələri Birliyi olaraq bu missiyanı ilk öhdəliyimizə götürürük. Tək şəhid ailələrinin deyil, bütün vəzifəsindən asılı olmayaraq bütün vətəndaşların borcudur. Şəhidlərimizin ziyarətində olsun, analarımızın, atalarımızın yanında olsun. Çox ağırdır, çox çətindir ata-ana üçün məzar daşı önündə ad günü qeyd eləmək. Allah səbirlərini versin.
Allah rahmet eylesin. Yeri cennet mekan olsun. Yeri cennet mekan olsun. Anasının diliyle şahit edilmez. Yine günlerden o gün senin doğum günündür. Yine yoksan yanımızda canım gözüm ay oğlum. Yine gözüm yaşlıdır, her an seni aktarır. Ata necəsən deyən, səsin yoxdur ay oğlum. Yine yoksan aramızda, canım gözüm elmədinim. Bir an gəlsən görsəm səni, intizardan qurtar məni. Allah tüm şehitlerimizi ruhunu şad eylesin. Bugün bildiğiniz gibi bizim değerli kardeşimiz, şehit kardeşimiz rahmetin nasip oldu. Memleketindeyik. Allah ruhunu şad eylesin tüm şehitlerimizi. Hamımız yaxşı bilirik ki, yaşadığımız boş günler, acı günler, her birini şehitlerimizə borçluyuq. Çünki onlar canlarından keçdi bizim üçün. Biz də bir vətəndaş kimi ömür boyu onları yaşatmağı özümüzə borc bilməliyik. Allah ruhunu şad eləsin. Mən bir məlumat aldım bu günləri bizim burada ziyarətdə Bərdə rayonundan şəhid anası gəlibdir. Hansı ki, onun da evladının adı Elməddindir. Bütün Azərbaycanda şəhidin xanımıdır. Elməddin adı şəhid xanımıdır. Biri anadır, Biri xanım. xanımı oğlu, bir də oğlu. Respublikamızda nə qədər Elməddin varsa, anamız hamısının ziyarətində olur, hamısının ziyarəti. Bəli, Allah şəhidi seyirətini qəbul yaşatmaq etsin. elə budur. Şəhidi yaşadan birinci şəhidin valideyni, ailəsidir. Şəhidin valideyni, ailəsi şəhid əgər yaşadırsa, onun ziyarətləridir, mənim təbliğatıdır. Onu eləyirsə, qıraq insanlar da o şəhidin ailəsinə baxaraq onu eləyir. Allah ruhunu şad eləsin, Allah sizə səbir versin. Bəli, şəhid dərdi ağır dərddir. Mən onu anamdan görmüşəm. Mənim anam neçə ilə onu yaşayıb, mən onun çəkdiyini görmüşəm. Analar nə çəkdiyini mən yaxşı bilirəm, yaxşı görmüşəm. Allah sizə səbir versin. Amma mən onu da deyim ki, sizlərin evlatları hamısı bir qəhrəmandır. Hamısı bir qəhrəmandır. Bax, gördüyünüz nə qədər canlı varsa, nə qədər yaşayan varsa, hamısının aldığı nəfəs onların nəfəsidir. Hamısı onların hesabına, onların sayəsində yaşayırlar. Çox qürur vericidir ki, bu günləri siz şəhidin yanında dik dayanırsınız, qürurlu dayanırsınız. Allah hər birinizdən razı olsun. Bu günləri vaxtınızı ayırmışsınız burada. Şəhidimizin atasını, anasını tək qoymamış. Şəhid atasını, anasına elə şəhidin ziyarəti, bir də onların evlərinin qapılarının açılmağı lazımdır. Onlara başqa heç nə lazım deyil. Puldur, paradır, onların gözünə elə şey görünmür. Onların gözünə görüşən ancaq onların evladının adını tutub onların evinə gəlib bir stəkan çay içməkdir. Ocağın qapısını açmaq. Bəli, o ocağın qapısını açıb 11 stəkan çayını içməkdir. İnanın Allaha, bunu səmimi deyirəm, şəhid anaları, şəhid ataları, yəni kimin səlinə baxmır. O qapıdan girən insanın qulluq etməyə çalışırlar ki, onlar xoş geçsin, onlar tutaq ki, belə deyək, bir gün Elməddinin adını tutub gəliblərsə, Elməddinin adı kimdə layiqli yola salınmalıdır. Allah səbir versin hər birinizə. Allah dözüm versin. Sağ olun. Qardaş, bu bircə dənə məlumat verim ki, Bərdədən gələn anamız Elməddin Hüseynzadənin anası Arzu anadır. Onun iki qardaşı da qazidir, tək övladı var idi. Yəni bircə dənə gözünün qarası övladı, bir özü idi, bir övladı idi, oğlu da. Cəmi bir ay kimi müharibədə işləyirdi, daha doğrusu Maxa işləyirdi və sentyabrın 29-da ananın tək övladı Vətən uğrunda şəhid oldu və bugün ana altıdır ki, tənha. Eyni zamanda Bərdəli daha bir şəhidimizin Elməddin Lətifovun xanımıdır və oğludur. O da elə ki, antiterror hadisələrində uzun illərin hərbisidir. Qaynınla bir yerdə, qazidir, özü isə yəni, şəhid olub. Allah səbir versin, Allah dözüm versin. Allah Teala sizə elə bir dözüm versin ki, siz o yoldaşınızın adını onun adına layiq olaraq yaşadasınız. Allah özüm səbir versin. Amin. Yəni mən evin yeganə evladı Elməddin Hüseynzadənin anasıyam.
44 günlük Vətən müharibəsində şəhid olub. Bizdə Bərdədə 3 dənə ermənilərimiz var, şəhid. Biri mənim oğlumdur. Antiterror zamanı şəhid olan Elmədin Rətiqovun həyat yoldaşıdır, oğludur. Və bir də Elmədin Yusifov var ki, onun da qardaşı qazidir, özü də şəhid. Bizim də belə bir amalımız oldu ki, Kamil qardaşla o hər yana gedir. Dedim ki, bu Vətən müharibəsində Elmədin adında olan şəhidlərin siyasını vermənə. Onların şəkillərini çıxardıb qoymuşam evə. Çox sağ olsun. Kamil qardaşdan çox yerdə olmuşum. Yəni, tək Elmədinlər yox, başqa rayonlardan şəhidlərin hamısına da gedirik. Çox da Elmədin adında şəhidimiz çoxdur, həddindən artıq. Həddindən artıq çoxdur. Yəni, elə bir neçəsində, demək olar ki, az hissəsi qalıb ziyarət eləmədiyimiz. Bunu da bildik və bir də Qazaxda da İnşallah onu da ziyarət edərik. Allah hamısına ruhunu şad eləsin. Qazaxda olan da səhv eləmirəmsə elə Nəsibovdur. Bu da Nəsibov Elməddindir. Nəsibovdur. Odur ki, balasının məzarının yanında olanda onu tək qoymamaq. Onun ocağını qapısını açmaq. Onun bir stəkan çayı içib, balasının ruhuna bir parça vermək onun üçün böyük təskinlikdir. Bizim üçün hər şey var. Həyatda hər şey var, amma balamız yoxdur. Heç nəyimiz yoxdur. Ona görə ki, ən böyük sərvətimiz bunlar idi. Bunları da vətən üçün qurban verdik. Dünyamız, hayatımız, Yəni, her şey. dünyamız idi. Mənim üçün daha da ağırdı ki, yeganə evlat vermək. Yəni, evin altında tək kapayır. Bəlkə də bu rayonlara gitməsəm, çoxdan mən başım havalanır. Allah ruhlarını şad eləsin. Amin. Allah sizə səbir versin anam. Cümləmizə səbir versin. Burada da bir bildik ki, yəni bir əmin əvəsi, bəli, onun da, bu da şəhiddir. Elə bilgən ki, şəhidlik, məsələn, sülaləlikcən gəlirmi, Nəsildən gəlir. nəsildən gəlirmi. Yəni, mənim üç qardaşım üçü də hərbiçi oldu. Yəni, biri elə burada Tovuzda olub. Tovuzun ölçüzdür kəndində. He, divizyonda. Yəni, orada olub. Neçə illər burada olub. Veterandır. O biri Ağdərədə yaralandı, qazidir. Biri də Ağdərədə olub. O 92-də zulümü biz çəkmişdik. Yəni, onlar, o zulümü mən də görmüşdüm. Yəni, onda onların əziyyət çəkdiklərini biz görürdük. Çox çətin idi. Biz atamızı da cavan itirmişdik, amma qardaşlarım hamısı döyüşdə idi. O zulümü görürdüm. Amma gəldi, Vətən müharibəsində yeganə evladım idi. Allah səbir versin. Allah səbir versin. Onlar yaşayırlar. Onlar yaşayırlar. Onlar hər zaman sizin yanınızdadır. Hər Mən zaman sizi dəfələrlə tək qoymur. ziyarətlərdə olmuşam. Hamısında da yanımda olub. Onlar hər zaman sizin yanınızdadır. Onlar yaşayırlar. Allah ruhlarını şad eləsin. Amin. Yəni sizin evladınız o yaşında inanın Allaha ki, yəni ümumiyyətlə sizin evlad şəhidlərimiz gənc yaşlarında elə bir addımlar atdılar ki, onlar evladlarının, atalarının, analarının əlindən öpüləcək qədər onları o qədər zirvəyə qaldırdılar. Hansı ki, bugünkü gün Respublikada yəni lap yüksək vəzifəli şəxsdən lap belə sadə vətəndaşa kimi hər kəs sizin əlinizdən öpəcək qədər siz zirvələrdəsiniz. Onu deyim ki, mən həqiqətən də razı olmadım ki, hərbiçi olsun istəmirdim. Ona görə ki, evin yeganə evladıydım. Amma o diz çöktü dedi ki, amma halallıq vermə, o işə gedim. Onu elə bil o zirvəyə, o şəhidliyi olmaq üçün qəlbinə doldu ki, o ora getsin. Əskərlik dövrü o qədər çətin bir yerdə, o qədər Beyləqanın haramı düzü deyilən yerdə keçirdi 181-də. Çox çətin bir əskərlik dövrü oldu. Dedim ki, o çətinliyi görən üstəzim deyirdi ki, yox getmərəm, amma sonra elə bil bu 2020 girəndən beyninə dedi ki, yox, mən getməliyəm. Mənim yadımdan bir şey çıxmaz. Bizim Aqilimizin anası bir dəfə bir yuxu görmüşdü. İndi onu özü danışsa daha yaxşı olar. Amma orada Aqil demişdi ki, anaya ki, biz şəhid olarkən şəhid olmuruq ki, biz doğulanda şəhid kimi doğulmuşduq. Yəni onu
Abimizin anasına deyim. Öləndə ha şəhid, Qəhrəman öləndə ha şəhid doğulur, qəhrəman olmuyor. yaradılmır. Belə Qəhrəman doğulandan anadan şəhid yaradılır. doğulur. Bəli, bəli, bəli. Alın yazsın. bəli. Onu hara aparsan. Dedim, nə gözəl eləmişsən, ağa, bu dolacaq, duxu 21 hardan dolacaq, alırsan, hansı? 22 sent olacaq. Çox belə həvəs uşağıydı. Dedi ki, mama bu dux deyil ki, dedi, bu ətirdir. Hə. Mənim əlimdən Mən tutur. qalxdım ki, o taxta o iyi var. Aysa. Mənim əlimdən tutur. Deyirəm ki, məni hara aparırsan? Görüm, hündür bir dağdır. Elə gözəlliklər var o dağda. Deyirəm ki, hara aparırsan mən? Deyir, gəl. Qaydır əlimi boşdur, deyir ki, gələsən bura. Amma o dağdakı gözəlliyi mən heç zaman görmədim. Yüksəklik, belə bir gözəllik. Allah'ım ya səbir versin. dur. Amin inşallah. Hər zaman yanımızda olublar. Bu evladı var idi. Yaman Biri şəhid oldu, biri Qərbaq hadisə nəticəsində dünyasını dəyişdi, ona da tək qaldı. Elə analarımız çoxdur. Biri elə belə də bizimlə. Təzəli çəkib mərasimi çıxır. Çox sağ ol ayılma. O da faciəli şəkildə öldü. Çox çətindir mama. Çətin, çətin dana. Daşlara yaş keçiyor ayağına. Yəni, Ya o daşa gidirəm daşa. Bu daşa gidirəm. şəkildən oğul olmaz ki. Həftənin başı bu başı qalıb sandıqda. Bugünkü gündə mən bu zəhmət çəkib gələnlərin hər birinə öz minnətdarlığımı bildirirəm. Bana burada gördüklərim əksəriyyəti şəhid ailələridir. Bugün bizim şəhidləri təbliğ edən bizim Tovuz Turan şəhid ailələri birliyi sədr edən bizim blogerimiz Nosman abi. Yəni bunlar hər ikisi biz olduq, olmadıq şəhidlərimizi təbliğ edirlər, şəhidlərimizi edirlər və sizlərə də öz minnətdarlığımı bildirirəm ki, əziyyət çəkib gəlmişsiniz, canınız sağ olsun, ömrünüz uzun olsun. Allah biz də səbir diləyirik, amma səbir kasası daşan vaxt olur. Yaşlar biliyor. Hər kəs deyir səbir elə, səbir elə. Biz yeganə təskinliyi şəhid ailəsinin yanında tapırıq. Bəli, Yəni şəhid var, anası, atası görəndə təskinliyimiz olur ki, dərd ortağımız bəli. elə təskinliyimiz olur. Çünki şəhid Bir-birimizi başa ailələrində düşən- dərdini bölə bilirsən. Şəhidi olmayan insanlar o dərdi o qədər nə çəkə bilmirlər. İnən Allah heç bazı qardaş da bilmir o Bəli. dərdi. Ancaq şəhidin ata, anası, yoldaşı, uşaqları və şəhid ailələri bir-birlərini başa düşürlər, bir-birlərini dəstəkləşirlər. Yenə də hər kəsə bugünkü gündə məni tək qoymadıqlarınız üçün minnətdarlığımı bildirirəm. Çox sağ olun, canınız sağ olsun, ömrünüz gün olsun. Allah hər kəsə dözüm səbir versin. Minnətdarlığımı bildirirəm hamıya. Ayaqları var olsun, canları sağ olsun. Bizi tək qoymadılar, bizi arxadaya vurdular. Ermədinin adını çəkib gəliblər, sağ olsunlar. Ermədinin cənnətdəki mövlud mübarək olsun. Ermədin istəməzdi qonaqlarını belə qarşılasın. Çox qonaqpərvər balaydı. Ermədin dedi, mən 44 günlük müharibədə mənə təsəvvür edirdim. 44 günlük müharibədə mən sağ-salamat çıxdım ayağıma. Özdə tək balayım, mənə heç nə olmaz. Mən fəxr edirəm ki, mən torpaqların alınmasında iştirak elədim. Sən də mənlə həmişə fəxr elə. Bugün üçün mü dedin, elədim, fəxr elədim. Bəlkə də biz bu günləri ana bilmirik onun o dediyi o fəxri, bəlkə də biz bilmirik bugünkü gün o hansı şeydədir. Amma onu Quran-ı Kərimdə yazır, haqq dünyası var, başqa dünya var. Allah ruhunu şad eləsin hər birinin. Canınız sağ olsun, hamınızın ayaqlarınız var olsun. Biz arxadaya olub gəldiniz, Ermədinin cənnətdəki ad gününün təbrikinə gəldiniz. Hər bir vətəndaşın borcudur. Şəhidlərin haqqı bizim üzərimizdə çoxdur. Bütün vətəndaşlar hər birinin üzərində var şəhidlərimizin haqqı. Buyurun hocam lütfen. Bu qədər yaş həvəskarlıq, bu qədər yaş həvəskarlıq. Şəhid Elmədin balamız simasında bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun, maqamı ucadan uca, yerləri cənnət olsun. Buyur Aydın. Hamımızın şəhid evlatlarımıza, Ermədin anası qurban olsun. Biraz sızadan danışın.
Hem de Emoğlu Süleyman'ın yanında olup, dərdini şərik olub, ona təsəlli vermək üçün biz buradayıq. Böyle bir gurur verici oldu ki, bunu ağlamak lazım değil. Bunlar bizi ağlatmak için gitmemişler. Bunlar bu xalqı xoş güzaran, əminəm Allah'a çıxartmaq üçün onlar öz canlarını fəda elədilər. Fəda elədilər çünki gündə sərbəst gəzən hər bir vətəndaş bu şəhidləri yad eləmək vətəndaşlıq borcudur. Bunları unutmaq olmaz. Bunlar elə bir tarixi yazdılar ki, Azərbaycanın tarixini neçə yüz illərdən bəri tapdağı altında qalmış torpaqlardan heç olmasa 30 illər sərhəddə qalan Qarabağ ərazimizi, əzəli torpağımızı bizə qaytardılar. Azərbaycanlı olmuşlar, indi də Azərbaycanlıdır. İnşallah gələcəkdə də belə mərd oğulların sayəsində Azərbaycan olur. Tam bütün Azərbaycan ərazi bütövlüyünü yəqin ki, gələcək nəsillər təmin edir inşallah. Ona minnətdarlıq edirəm, çox sağ olsun ki, oğlunu yaşadan valideyn yaşatmaq istəyirsə, anadan nümunə götürməlidir. Ana nümunədir, hamı üçün. Hər bir vətəndaşın yanında olub, onun dərdinə şərik olmağa anaya hamının borcu var. O ana vaxtını ayırıb, əziyyət çəkib, bu sahədə addımlar atırsa, ona minnətdarlıqdan başqa nə demək olar? Təşəkkür eləmək lazım anaya. Var olun ana, çox sağ olun, vaxtınızı ayırırsınız. Evladını yaşatmaq, şəhidini yaşatmaq, sizi kimi valideynlərin həyat yoldaşında nümunədir. Nümunəsiz siz bunlar. Valideyn gedib gizlənməklə deyil. Valideyn əgər gizlənirsə, o yaşatmır. Valideyn gizlənməməlidir. Valideyn üzvü olmalıdır, həmişə hər bir tədbirdə iştirak eləməlidir, çalışmalıdır ki, hər bir valideynin yanında olsunlar. Toz Turan şəhid ailələr birliyi rəhbəri Elmar müəllim bu birliyi yaradıbdır. Gülnaz xanım da təbliğ edir, çox sağ olsun, günah olsun. Bizə son dövrlərdə qoşulmuş xeyriyyətçi müəllimimiz, Araşdırmaçı, jurnalistimiz. Allah canı sağ eləsin. Belə xeyriyyətçi insanlarımız. Müəllim var ol. Canı sağ olsun. Sənin əziyyətin çoxdur. Sən dəyərli insansın. Sizə dəyər vermək lazımdır. Sizi qorumaq lazımdır. Siz bizim arxa dayağımızsınız elə ki. Biz sizinlə var olun. Çox sağ olun. Onu dərk edən insanlar lazımdır ki, bunların vətəndaşlıq borcudur ki, bu ailələrin yanında olmaq, onlara təsəlli vermək. Hər bir valideynə səbr diləyirəm. Ağlamaq lazım deyil. Bunların etdikləri işlər çox qürurludur. İndi bu yaxınlardan hadisə olmuşdu. Evlatlar avtoqəzadan dünyasını dəyişik, cavan evlatlar. Görürsən ki, Yaradanın verdiği günə məsləhətdə şükürlər eləmək lazımdır. Yaradan özü yaratmışdı. Haqqın dərgahına da qaldırıb. Bundan yüksək dərgahda qalxmaqdan yüksək nə var həyatda? Həyatda heç nə yoxdur. Var dövlətsə hamısı heç nədir. Yəni bu var dövlətə uyub bir-birimizi hörmətsizlik eləməyək. Dünyadakı belə bir şərait yaradılır. Bu əmin-amanlıq daimi olsun. Onların qaldırdıqları bayraq həmişə yüksəklikdə olsun. Bunlar xalqımızın nəinki bayrağını. Ölkə başçısı da dəfələrlə çıxışında demişdi ki, onlar bizim sınmış qürurumuzu bərpa eləyiblər. Qaliblər ölkələr sırasında çıxardıqlar. Bizim neçə illərdən bəri başımız aşağı idi. Üzümüz qara idi. İndiki gündə çox başımız dik, üzümüz ağ. Onun siyasətini dəstəkləyirik, həmişə onun yanındayıq. Onun köməyini də biz ailələr həmişə hiss edirik. Var olsun. Dövlətimiz var olsun. Gələcək nəsillərə də, valideynlərin hər birinə evlatlarının xoş günlərini görmək Amin inşallah.
Allah səbir versin. Allah sənin şəhətlərini, məkanını cənnət eləsin. Süleyman ata, Allah səbir versin. Süleyman ata, Allah səbir versin. Allah şəhidinizə Allah rəhmət eləsin. Yeri cənnət olsun, məkan olsun. Ben de bugün Tovuz Turan Şehit Aileleri Birliği adından İlməddin adını daşıyan, İlməddinin anasına, atasına, İlməddin adını daşıyan şehit yoldaşına, bizim Tovuz rayonuna baş leytenantımız İlməddin Süleyman oğlunun doğum gününe geldikleri için onlara minnətdaram. Onların da bugün ben elə hesab edirəm ki, dünyada olan bütün elməddinlərin, şəhid olan elməddinlərin hər birinin bugün doğum günüdür. Mənim əzizlərim, Allah hər birinizə səbir versin. Elməddin adını daşıyan bütün Azərbaycan şəhidlərinin, onların nəzdində olan bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun, məkanı cənnət olsun. Mən də bugün bir şəhid bacısı olaraq bu anaların dərdini 100% bilməsəm də, heç olmasa 80%'ni bilirəm. Evladı dünyaya gətirən yalnız ana sayılmır. Evladı dünyaya gətirib sonundan onu yaşadan, onu böyüdən bacılar, qardaşlar da bir ata-ana kimidir. Mənim əziz ata-analarım, Allah sizlərin hər birinə səbir dözüm versin. Evlatlarınızın ruhu şad olsun, məkanı cənnət olsun. Allah sizlərə uzun ömür, can sağlığı versin. Bu gözəl balaları həmişə yaşadın, dünyaya tanıdın. Bir də mən Azərbaycan xalqına bir tövsiyəm var. Mənim əzizlərim, bu dünyadan hamı dünyasını dəyişəcək. Heç bir insan həyatda ömür boyu sonacan Allah verdiyi günə qədər yaşayacaq. Ancaq gəlin, biz Azərbaycanın torpaqları uğrunda canından keçən şəhidlərin valideynlərinin yanında olaq. Onlara təsəlli verək. Onlara başınız sağ olsun deyək. Biz də sizlərin yanınızdayıq deyək. Süleyman ata, Allah sizlərə can sağlığı versin. Bugün təkcə sizin oğlunuzun ad günü deyil. Bugün Azərbaycanda olan bütün elməddinlərin ad günüdür. Allah bütün ata-analara səbir versin, can sağlığı versin, ruhları şad olsun. Amin. Sağ olun, sağ olun, sağ olun. Elmar Musayev həmişə bir söz işlədir ona. Deyir ki, biz səbri Allahdan diləyirik ki, Allah səbir versin. Amma əslində o səbir bizlərik ki, o valideynlərin xidmətində durmaqla o səbri, o təsəlliyi biz veririk onlara. Həmişə xidmətimizdəyik, vətənin o başı bu başı yoxdur. Xoş gəlibsiniz rayonumuza. Allah sizlərə ömür versin, can sağlığı versin. Buyurun Elmar müəllim, bəli. Hər biri, yəni, deyirsən ki, bu tozda yaşayır, bu gedib. O biri Qarabağda şəhid olur. Bəli, Hamısı bəli. vətən üstü torpağı üçün. Heç bilmirdik. Bax, mən Bərdədə yaşamışam, oğlum Suqovuşanda şəhid oldu. Suqovuşanla bizim aramız 50-60 kilometrə. Heç oğlum bilmədi ki, Suqovuşan deyilən şey nədir. Amma hər biri vətən üçün. Hamısının bir amalı olub, bəli, vətənin bütövlüyü Necə də yoxdur. bizim xanımımızın yoldaşı neçə illərin hərbçisi olub. 44 günlük müharibədə də iştirak edib. Qisas əməliyyatında da iştirak edib, tankist olub. Gəldi. Antiterror zamanı şəhid oldu. Buradan bir şey demək istəyərdim ki, bu səbir dediyiniz bilirsiniz nədir? Sağ olsun Dəmir Qurbanlı, rayonda ikinci bir insan yoxdur o işi görəsi. Öz vəsaiti ilə, öz şəxsi hesabına bu ziyarətlərin hamısına gedir. Baxır ki, hansı ziyarətin yolu, şəhidin ziyarətinin yolu pisdir. Şəhidin atasının, anasının belə xəbəri olmadan oraya texnika götürür, maşın götürür, o yolu düzəltdirir. Yəni o işi görən heç kəs yoxdur. Yəni istəyər bələdiyyəsi olsun, istəyər rayon rəhbəri olsun, istəyər qeyri başqası olsun. Heç kim o işi görür, məsələn o diqqəti göstərmir ki, qoy mən bu işi görüm. Dəmir Qurbanlıya ona görə minnətdarlığımı bildirirəm, bəyə Aydın ata dedi. Həqiqətən, rayonda heç kimin görəcəyi bir işi siz görürsünüz. Heç kimin görəcəyi bir işi